Milli Məclisdə icbari tibbi sığorta ilə bağlı qanuna dəyişikliklər qəbul olunub. Turkustan.az məlumat verir ki, yeni qaydalara əsasən rəsmi əmək müqaviləsi olmadan işləyən və gəlir əldə edən şəxslər aylıq təxminən 16 manat məbləğində sığorta haqqı ödəməlidirlər. Bu ödənişi gecikdirən şəxslərə isə 10% əlavə cərimə tətbiq ediləcək. Dəyişikliklər yalnız qeyri-formal məşğulluqla məşğul olan şəxslərə aid olunur. Kənd təsərrüfatı sahəsində çalışan, ustalıq edən, fərdi xidmət göstərən, lakin fəaliyyətini rəsmi şəkildə rəsmiləşdirməyən şəxslər bu kateqoriyaya daxil edilir. Ən önəmlisi isə odur ki, rəsmi olaraq işsiz kimi qeydiyyatda olan və sosial yardım alan şəxslərin icbari tibbi sığorta haqqını öncəki kimi dövlət ödəyəcək. Bu şəxslərin heç bir ödəniş etməsinə ehtiyac olmayacaq. Yeni mexanizmin məqsədi tibbi xidmətlərə bərabər çıxışı təmin etmək və qeyri-rəsmi məşğulluğun qarşısını almaqdır.